Axşamınız xeyir müəllimə. Deməli, Google Classroom-da. Google Classroom-un Aha. əsas imkanları nə idi müəllimə? Yəni onu tədrisdə biz necə istifadə edə bilirdik? Mənə əsas necə dediniz? Google Əsas Classroom. Google Classroom biz tədrisdə necə istifadə edirdik? Yəni istifadə etmə məqsədimiz nə idi? Yəni necə reallaşdıra bilirik biz onları? Onu daha doğrusu. həm siniflərin deyərdim ki, idarə olunması, məsəl üçün əyani dərslərdə vaxt qısıtlı olanda və ya onlayn dərs olan zaman məsəl üçün keçirilir. Belə də keçirilə bilər. Müəllim məsəl üçün uşaqları siniflərə də bölür, qruplara da bölə bilər. Yəni orada göstərildi məsəl üçün 8A riyaziyyat, məsəl üçün 10C tarix. İngilis Belə dilində siniflərə bölüb. İngilis dilində classroom sinif otağı deməkdir. Yəni Google-da siz sinif otağı Otağı yaradırsınız. yaratmaq. Qurur da, müəllim sinif otağı qurur. Məsəl üçün, orada uşaqların vəziyyətlərinə uyğun testlər verə bilər. Məsəl üçün, elə uşaqlar var ki, daha zəifdir, elələri var ki, daha güclüdür. Yəni, test anında yoxlaya bilir, anında, məsəl üçün, rəy verə bilir, məsəl üçün, səhvləri üzərində, məsəl üçün, düşünə bilir. Yəni, vaxt olur da, izahlarına hazır, məsəl üçün, bəzilərinə baxa bilirlər də. Məsəl üçün, material hissəsinə slayd yüklənirdi, daha sonra video qoyulurdu. Tapşırıq hissəsində qısa yazılı və şifahi praktik belə tapşırıqlar qoyulurdu, materiallar qoyulurdu. Daha sonra müəllimə belə bir şey var idi. Hər kəs istədiyi yerdən daxil ola bilər. Ola bilər ki, məsəl üçün, uşaqlar dərsə müəyyən hissəsi gəlməyib. Yəni, belə deyil. Yaxın günlərdə, məsəl üçün, yağış yağdı, çox uşaq getmədi məktəbə. Müəllim oradan istifadə edə bilər. Məsəl üçün, klassrumda uşaqları toplaya bilər, dərsini keçə bilər və ya həmin dərsə aid tapşırıqlar verə bilər. Deməli, yaxşı, sizə bir sual vermək istəyirəm. Biz Google Classroom-dan sinxron və asinxron dərslərdə istifadə edə bilərik sizcə? Sinxron və asinxron. Mən niyə bilmədim ki, istifadə edə bilərik? Yəni siniflər yaradılır, materiallar yerləşdirilir. Bəs müəllimə, Google Classroom-un olmasından ötəri telefonda hansı proqramlar olmalıdır? Google Classroom özü hansı proqramları dəstəkləyir? Hansı proqramlara çıxışı var? Mən orada Drive var idi, Docs, Slide, bunlar deyirsiniz mən bu proqramları. Slide var idi. Onlar var idi. Sonra yaxşı müəllimə. Bir də səhv etmirəmsə Meet olmalıdır. Biraz şeydə çıxartdıranda yaxşı düşməyib. Elə Meet-in şeyləmişəm. Bəli, Meet-dir. Google Meet. Ondan sonra kompüterdə yerləşdirə bilərlər də. Mənim formativ qiymətləndirmə vasitəsi kimi də istifadə eləmək olur da. Sonra? Bir də müəllim bağlaya bilə bir ki, arxivləşdirə bilir. Məsəl üçün, dərs ili bitəndən sonra. Məsəl üçün, gələn il, başqa məsələni deyəndə, sentyabrda, məsəl üçün, 7-dən 8-ə keçib, 8-ci sinifdə eyni vəziyyətdə, məsəl üçün, uşaq dərslərini sıralaya bilər də. Yox, 8-ci sinifə ki, bu müəllim üçündür müəllimə. Müəllim artıq arxivləşdirirsə? Şey qura bilər, bilirsən, ona uyğun cədvəl qura bilər, ona baxıb, məsəl üçün, əvvəlki sinifdə necə cədvəl qurmuşdusa, yəni ona uyğun, yəni o formada elə bir sinifə uyğun qura bilər də, 8-ci sinifin materialına uyğun deyil. Yəni nümunə kimi istifadə edə bilər. Bəli, etalon kimi istifadə edə bilir. Müəllimə, bəs Google Classroom-un, yəni belə deyək də, gətirdiyi mənfi tərəfləri nələrdir? Yəni biz necə ola bilər ki, ondan istifadə edə bilməyək? Yəni hər məktəb kompüter olmaya bilər. Bu çatışmazlıq da artıq. Bu kimi hallara görə biz Google Classroom proqramlarından istifadə edə bilmərik. Yaxşı müəllimə, Kahoot proqramı necə dizayn olunurdu? Yəni biz müəllim olaraq biz bunu dizayn edərkən nələrə diqqət etməliyik müəllimə? Biz dərsin əvvəlindən axırına qədər Kahootdan istifadə edə bilərik? Yox müəllimə, eləyə bilmərik. Bu zaman artıq çox istifadə eləyə bilmərik. Bu artıq pedaqoji prosesə mənfi təsir göstərə bilər də. Bundan belə axıra kimi istifadə eləsək və ya davamlı oyun əsaslı olsa da belə, yəni yaxşı nəticə görmərik də. Oyun əsaslı təlim platformasıdır deyə belə. Sadə mənə kiçik, məsələn, sual-cavab şey olur, oyunlar olur, yəni quizlər olur, deyim belə, hazırlanır.
Bəli. Başqa Müəllimə. həm bilərlər, həm motivasiyasını artırır uşağın. Amma məqsəd oyun əsaslı olsa da, oyun oynansa da, məqsəd nəsə öyrənməliyik də, yəni burada. Sırf Demə oyun oynamaq üçün istifadə etməli deyil də bu proqram. Yaxşı. Onda biz sual hazırlayarkən Kahoot vasitəsilə sual hazırlayarkən Kahoot variantlı suallar hazırlamalıyıq da biz ona. Kahoot vasitəsilə biz suallar hazırlayarkən nələri nəzərə almalıyıq ki, müəllimə, uşaqlar bu günləri öyrənsinlər? Məqsəd yönlü olmalıdır. Hı -hı. Yəni formativ qiymətləndirməni ölçə bilən olmalıdır. Dərhal rəy verə bilməliyik. Məsəl üçün inklüziv olmalıdır. Elə uşaqlar var ki, sadədən mürəkkəbə doğru getməliyik. Dili aydın olmalıdır. Hı -hı. Bəli, doğrudur. Yəni Bəs bayaq mən sual verdim. Sual verdim müəllimə Necə ki, mən bayaq sual verdim ki, bəs biz dərsin əvvəlinə axıra qədər Kahootu icra edə bilərik? yox müəllimə, mən də yox dedim səhv eləmirəmsə. Yox dediniz. Niyə görə? Və necə istifadə edə bilərik biz dərsdə? Yaxşı, əvvəldən axıra qədər 1:45 dəqiqə istifadə etmiriksə biz bundan. Mən cəlb etmədə istifadə eləyə bilərik. Ondan sonra Hı -hı. yekunda Doğrudur. istifadə eləyə bilərik. Hı -hı. Daha sonra yəni kursla uyğunlaşmalıdır. Yaxşı müəllimə, cəlb etmədə biz bunları nə məqsədlə istifadə edirik Kahootu? Motivasiya olsun deyə. Sonra başqa? Başqa mövzu üzərində düşünməyə başlasın da. Uşaqlar həm oyun oynasın, həm də əyləncəli olsun, həm də öyrənsin. Bizim demək cəlb etmə mərhələsində Kahootdan istifadə etməyim üçün məqsəd nədir? Həm motivasiya olunsun. Bu başqa məsələ. Bir də Şagird yönümlü olsun mən. düzdür. O şagird yönümlü Kahootu zaten siz dərsdə icra edirsinizsə, deməli şagird yönümlü prinsipini gözləyirsiniz. Bu başqa məsələ. Yəni cəlb etmə mərhələsində siz istifadə edirsinizsə, bu uşaqların motivasiyasını artırır və bir tərəfdən də nəyi dəstəkləyir müəllimə? Orada bir dənə anlayış var. Nailiyyətlər anlayır. Diqqətli olaq, anlayış. Nə barədə anlayışı? Bacarıq. Fəndə əvvəlki dərslərlə bağlı olan anlayışlar deyirsiniz mən, yoxsa Bəli, budur. Cəlb etmə mərhələsində istifadə etməkdə məqsədimiz bəli. köhnə dərslərlə yeni dərslər arasında əlaqənin yaradılması, xatırladılması, müəllim özünə sual verir, nə üçün keçdim, bu yeni köhnə dərslərimizi məsəl üçün xatırlada yoxladımı, anlama səviyyəsini yoxlamaq üçün də istifadə olunur. Ümumi təkrar üçündürmü? Yəni belə suallar da verir müəllim. Aha. Deməli, müəllimə cəlb etmə mərhələsində istifadə olunduğu şagirdlərin motivasiyasını artırmaq və əvvəlki bilikləri xatırlama məqsədini daşımaq üçün istifadə olunur Kahoot. Bəs müəllimə, müəllimin o hansısa izahdan sonra müəllim Kahootu icra edə bilər. Bunda məqsəd nədən ibarətdir? Nə üçün müəllim Kahootu icra etmiş olur? Formativ qiymətləndirmə və rəy vermək üçün mən. Diqqətli olaq. Deməli zaten siz proses zamanı rəy verə bilirsiniz. Bu başqa məsələ. Amma məsələn tutalım ki, ikinci mərhələ olur, izahdan sonra siz Kahootu icra edirsiniz. Bunda məqsəd nədir? Burada məqsəd dərsdən sonra oyun izahdan sonra hər hansı bir mən anlamalarını yoxlamaq üçün də. Bəli. Mən məsələləri uşaqlara izah eləmişəm. Ondan sonra açıram deyirəm ki, uşaqlar gəlin Kahootu icra edin. Yəni onlar ümumi ekranda bir sual gedir, uşaqlar girirlər, variantı işarələyirlər də. Bu da olur ki, onların mənim izah etdiyim mövzunu nə dərəcədə anlamasını yoxlamaqdır. Bəs dərsin sonunda keçirilməsində məqsəd məsələn nədir? Dərsin sonunda mən artıq yəni görüm nəyi bildi də, yəni ümumi nə öyrəndi uşaq. Yəni ondan sonra nəyi təkrar elədi, nəyi unudub ya unutmayıb. Yəni yoxlamaq üçün də mən. Yox, diqqətli olaq. Dərsin sonunda siz Kahootu icra edirsiniz. Məqsəd nədir? Qiymətləndirmə etmək üçün mən. Qiymətləndirmə yox. Siz qiymətləndirməni ancaq dərsin sonunda aparmaq kimi düşünməyin. Qiymətləndirmə dərsin bütün mərhələsində aparılmalıdır. Anlama səviyyəsini yoxlamaq üçün mən. Yoxsa Anlama səviyyəsi ikinci mərhələdə idi. Burada nə məqsədlə aparılır? Artıq dərs bitibsə, bitənə yaxındırsa, siz Kahootu icra edirsinizsə, burada nə məqsəd güdə bilərsiniz ki? Məqsədiniz nə ola bilər sizcə? Şagirdlərin marağını nəyə maraq olduğunu mən Yox. nəyə
Yox, mən bilmədim Ümumi şurası. təkrar xarakteri daşıyır. Yekun təkrar. Dərslə bağlı yekun təkrar xarakteri daşıyır. Müəllimə, bəs bu Kahoot eyni formada icra olunur, yəni? Yəni ola ancaq Yox, mən o fərdi işi dəstəkləyir? necə müəllimə? Kahoot ancaq fərdi işi dəstəkləyir, müəllimə. Yox, mən də qrupla da keçirilə bilər də. Daha başqa necə formada keçirilə bilər, müəllimə? Onlayn da ola bilər də. Müəllimə, oyun əsaslı da ola bilər. Girib məsəl üçün eləyə bilərlər. Evdə də oturub eləyə bilərlər də Sağ ol, məncə. evdə Səhv də edə etmirəmsə. bilərlər, yaxşı. Bəs bu Kahootun mənfi tərəfi nə ola bilər bu yöndə? Ancaq müəllim eyni formada keçirsə, məsələn, fərdi və yaxud da qrup formasında keçirsə, ancaq eyni formada etsə, mənfi cəhəti nə ola bilər bunun? Hmm, müəllimə, burada mənfi cəhəti ola bilər ki, sırf əyləncə məqsədi ilə istifadə olunsa mənfi cəhət olar. Ondan sonra rəqabət olar uşaqların arasında kim qazandı, kim uduzdu söhbəti məsəl olarsa, sən qazandın, sən uduzdun söhbəti rəqabət yaranarsa uşaqlar arasında necə mənfi nəticə verə bilər oyun. Bəli, bəli. Yəni ki, elə eləməlidir ki, məsəl üçün bu oyunun onlara sadəcə bilik qazandırdığını öyrənməli. Nələrsə öyrəndiklərinə necə deyim, fokuslanmalıdırlar. Yəni mən qazandım, sən uduzduna fokuslanmamalıdırlar. Aha, deməli Yəni biz burada bunu yəni belə sən qazandın deyilməməlidir. Məsəl üçün mənə elə gəlir ki, müəllim hər dəfə məsəl uşaqlar düzgün cavabı deyəndə kiminsə adını çəkərək deməli deyil ki, filan kəs qazandı. Məncə deməlidir ki, filan məsəl üçün biz tapdıq ki, uşaqlar məsəl üçün isimə aid deyil. Hər sualına cavab verən sözlərimizdən hansılar idi? Demək evdə verir, məktəbdə verir, həmin suala cavab. Yəni tapşırıq üzərində olmalıdır da. Yəni mərkəzdə tapşırıq durmalıdır ki, uşaqlar özlərini bir-birindən rəqabət aparmış kimi hiss eləməsinlər o oyunu bəli, oynayan zaman. hal aldım, mən qalib oldum, sən uduzdun. Yəni bu düşüncəyə, bu təfəkkürə qapılmasınlar. Aydındır, çox sağ olun. Yaxşı, müəllimə, bəs bu hansı onlayn belə deyək ki, oyun platformasıdır ki, müəllim ona baxaraq planda dəyişiklik edə bilər. İllik planda dəyişiklik edə bilər. Bu hansında idi? Quizdə müəllim. Quizdə idi. Bəli, illik planda müəllim dəyişiklik edə bilər. Yaxşı, müəllimə. Quizdən də biz dərsin əvvəlindən axırına qədər istifadə edirdik. Quizdə məncə edə bilərik, ancaq mən əvvəldən axıra kimi, amma tam effektiv də olmaz əgər etsək. Aha, onda necə olmalıdır? Müəyyən bir hissəsini əhatə eləməlidir mənim dərsində, yəni. Yəni bu da Kahootda olduğu kimi dərsin 3 mərhələsi var. 3 mərhələsində hər hansısa birində icra oluna bilər. Yaxşı müəllimə, siz mənə deyin görün bu Canvanın əsas üstünlükləri, təhsildəki əsas üstünlükləri nələr idi? Canvanın əsas üstünlükləri, mən burada layihə əsaslı olması, məsələn, hansısa bir layihənin üzərində işləyərkən, yəni müraciət etmək olar. Ondan sonra başqa nə deyim, Canvaya aid. Canvada nə var idi? Canva. Müəllim deyim mi? Hə, deyin. Burada əsasən vizual deməli öyrənməni əsaslandırır da, yəni bir üstünlüyü odur. Çünki şagirdlər gördüklərini daha yaxşı yadında saxlayır. Səhv eləmirəmsə 60% idi. Daha sonra burada real vaxtda birgə əməkdaşlığı deməli təşkil edirdi. Yəni real vaxt ərzində müəllimlə şagird eyni deməli əməkdaşlıq şəkildə də iş görə bilər. Yəni prosesdə də. Daha sonra deməli müəllim burada özü bu proqramdan istifadə etməklə konkret materialın dizaynını hazırlaya bilər də, yəni özünə uyğun formada. Bir də burada əsasən yəni şagirdlərin müxtəlifliyi ilə nəzərə alınırdı. Müxtəlif öyrənmə tərzlərinə uyğun şagirdlərində də. Bunlar üçün də müxtəlif dizaynlar hazırlayırdı. Yaxşı, onda Aytaç müəllimə, siz mənə deyin görün. Bu proqramlardan, hansı ki bu neçə dənə proqramlar var da, bunlardan hansı uşaqlara inklüziv və differensial yanaşmanı dəstəkləyir? ChatGPT idi biri. Biri də bu şey Canva. Yox, ChatGPT nətər dəstəkləyir ki? Yox, Canva-da. Canva-da. Bir də şeydə müəllim. Necə? Kahootda da var. Hə, dedim. Kahootda da var, Canva-da da var. Bir də harda var? Bizdə də var, müəllim. Bir baxanda. Müəllim, mən bunları oxumamışam. Hə, eybi yox, sizə eybi yoxdur. Yəni siz istəsəz belə işiniz varsa dərsdən çıxa bilərsiniz. Yəni sertifikasiyaya düşmür. Yaxşı. Hə. Sonra müəllimə, Quizizdən çox Google Classroom. Çünki Google Classroomda eyni zamanda Students Groups adlanan bir hissə var. Orada şagirdlər üçün qrup yaradılır və qrup yaradılaraq uşaqlar üçün
Belə deyək də, yəni uşaqlar qruplara toplanılır. Zəif qrup, güclü qrup deyə uşaqlar sıralana bilər. Yəni bu da var ki, inklüziv və differensial yanaşmanı təmin edə bilən əsas elementlərdən biridir. Üfani müəllimə, sizlə yenə də davam edək. Tədrisdə canlılardan istifadə istiqamətləri hansılardır? İstiqamətləri müəllim, dərsin izahı üçün istifadə olunur, qiymətləndirməsi üçün, şagird fəaliyyəti üçün, inklüziv təsir üçün istifadə olunur. Hı -hı. Dərsin məsəl üçün mənim izahı üçün olanda, yəni ki, sxemlərin yaradılması var idi. Amma bir də burada inoqrafik, bu nə deməkdir? İnfografik, yəni İnoqrafiya məlumat yönümlü də deyək, məlumatlar. Hə, məlumat yönümlü məsəl üçün dərsin təqdim olunması var idi. Bir də interaktiv qrafiklər var idi. Yəni kurikuluma əsaslanan nə deyim, dərs tipi. Ondan sonra qiymətləndirmək üçün mənim rubriklərin hazırlanması var. Həmçinin də formativ qiymətlənmə vərəqlərinin, çıxış biletindən nümunələr hazırlamaq olar. Sonra şagirdlərin fəaliyyəti üçün var idi müəllim. Onların necə deyim, poster və ya oxu, xəritə kimi belə təqdimatlarında, qrup işlərində vizual təqdimatlar hazırlaya bilərlər də, yəni şagird fəaliyyətləri. Layihə işi icra olunur müəllimə. Layihə işi icra olunan zaman şagirdlər yarım ilin sonunda layihəni təqdim eləyəndə, əgər bunu slayd vasitəsilə təqdim eləyirlərsə, şagirdlər məsələn Canva proqramının elementlərini istifadə eləyə bilərlər. Və nəticə etibarilə arxa fonda həm rəng sistemini düzəldə bilərlər, həm yazı fonunu düzəldə bilərlər. Yəni şagirdlər deməli öz fəaliyyətlərində də Canvadan istifadə edə bilərlər. Sonra müəllimə nə var idi? Əsas istiqamətləri. İnklüziv təhsil üçün var idi müəllim. Orada mənim oxunaqlı, sadə şeylər var idi. Dizaynlı alətlərin təsviri, başqa deyim, universal öyrənmə var. Bir də çoxlu rəng şeyi var da, kontaksti var deyəsən, səhv etmirəmsə. Şriflərdən istifadə edə bilərlər. Biz dedik keçən dəfə disleksiya problemi olan uşaqlar var ki, bunlar üçün də müəllim elə dizaynda bir dərs hazırlaya bilər ki, həmin uşaqlar da inklüziv yanaşa bilər. Və yaxud da ki, yazıları elə formada hazırlaya bilər ki, məsələn, uşaq var ki, görmə problemi ola bilər və ona elə fon rəng seçməlidir və elə forma seçməlidir ki, istərsəmiz o uşaq üçün də əlverişli olsun. Sonra. Yəni, mən bildiyimiz yeni nəsil, yəni interaktiv dərsə uyğun proqramlardır. Həm müəllim, həm şagird istifadə edə bilir. Yəni, cəlb edicidir. Vizual resurslarla, məsəl üçün, müşayiət olunur. Məsəl üçün, mən yükləmişəm açığı da, yəni bir-iki dəfə yüklədim. Deyəsən, səhv etmirəmsə, ödənişlidir müəyyən bir vaxtdan sonra. Bəli, əgər daha üstün imkanlardan istifadə etmək istəyirsinizsə, təbii ki, ödənişlidir. İndi mən sizə əvvəlki mövzulardan da sual cavab eləmək istəyirəm buradan. Keçən dəfə qalanlardan. Müəllimə, təfəkkürün düşünmə formaları hansılar idi? Təfəkkürün düşünmə formalı induktiv, deduktiv, düz deyirəm də müəllimə, analitik, ardıcıl. Ondan sonra konvergent, divergent var idi. Ondan sonra sistemli düşünmə var idi. Sonra yadımdan çıxan var mı mən? Bax dedim, induktiv, ardıcıl, analitik, sistemli, konvergent, divergent. Ondan sonra verbal, qeyri-verbal, analoji. Həmən analoji. Bunlar təfəkkürün düşünmə formalarıdır. Müəllimə, yaxşı, siz deyin görün mənə. Əgər çoxluq özünü bir nəfərə bənzədirsə, bu hansı məntiq xətası olur? Özünü bənzətmə də mən. Özünü bənzətmə. Yaxşı, bu günün dəbi baxımından siz gedib paltar alıb geyinirsinizsə, bu nə olacaq? Həddən artıq cəmiyyət tərəfindən qəbul olunmadı. Məsələn, qırmızı rəngli gedim, mən də qırmızı. Bəlkə heç qırmızı mənə yaraşmır. Deməli, çoxluğun və yaxud da tək bir adamın izi ilə getməyi özünü bənzətməkdir. Amma məsələn, yəni bir adamın çoxluğun izi ilə getməsi cəmiyyət tərəfindən qəbul olunmadı. Məntiq xətaları elə bilin ki, şuursuzluqdur. İnsan elə bir şuurlu şəkildə düşünə bilmir ki, bu şey mənə uyğun deyil də. Yəni mən bunu niyə özümə uyğunlaşdırmalıyam? Yəni insanın şuursuz davranışı onun məntiq xətası etməsinə səbəb olur. Yaxşı. Hə, Ürfanə müəllimə, Aytac müəllimə, sizlə də əvvəlki mövzuları sual-cavab edəcəm. Necə? Sual verə bilərəm? Hə, verə bilərsiniz sual, buyurun. Boş adam xətasından, yəni çox mənalı danışıqları qarışdırılır. Hə, onları izah edeyim. Yaxşı ki, elə bildiniz. Deməli, boş adam xətası belədir ki, müəllimə, bu adama nəsə bir fikir deyirsən, problemlə bağlı danışırsan, o adam sözdən söz çıxardır.
Sözdən söz çıxardır. Bax nətər? Məsələn deyirəm ki, təcili yardım maşınlarının ünvana daha tez gedib çatması və ünvandan məsələn xəstəxanaya daha tez gedib çatmasına ötəri əlavə yolların təcili yardımlar üçün əlavə yolların çəkilməsi vacibdir də. Yəni çünki belə deyək tıxac olur, insanlar saatlarla tıxacda qalırlar. Nəticədə çox pis ola bilər. Hə, qarşı tərəfdəki insan deyir ki, demək istəyirsiniz ki, bizim yollar kifayət qədər geniş deyil. Heç sözdür. Məsələn mən bir problemlə, ciddi bir problem barədə danışıram, amma o da görürsüz söhbətin hara gedir, yəni uzadır. Sözdən söz çıxardır, sanki ara vurmağa çalışır boş adam. Yəni sanki söz demək xatirinə nədir? Bir də ki, müəllimə, burada açar məqam var. Demək istəyirsiniz ki, sizin sözünüzdən belə çıxır ki, adətən cümləsinin əvvəlində bu kimi ifadələrdən istifadə edir. Yəni siz ondan bilə bilərsiniz ki, bu adam boş adam məntiq xətasıdır. Bir də çox mənalı danışmaq. Məsələn, siz tutalım ki, kiməsə və yaxud da uşağa nəsə qadağa edirsiniz, amma o da onun qarşılığında fikri tamam başqa istiqamətə yönəldir. Məsələn, deyirsiniz ki, tutalım uşaqlara summativ aparıram. Summativ aparan zaman deyirəm ki, bir-birinizlə danışmayın. Deməli, testi yazın da. Hə, sonra görürəm ki, Aytacla Gültac bir-birlərinə danışırlar. Deyirəm ki, niyə danışırsınız ki? Danışmayın da, testimizi işləyin. O deyir ki, biz bir-birimizdən danışmırıq ki, mən ondan söz soruşurdum. Danışdı, mən fakt görürəm ki, danışır. Amma onun əksini sübut eləməyə çalışır. Aydın oldu. Çox mənalı danışmaqda fikri başqa yerə yönəldir. Məsələn, uşağa deyirəm ki, tapşırıq vermişəm sinifdəki, bəs tapşırığı yaz ki, uşaq görürəm ki, yazmır da, qələmlərlə oynayır. Deyirəm ki, tapşırığı yazmaq lazımdır. Uşaq deyir ki, mən deyir ki, qələmlərimi düzəldirdim, yazacağam indi. Və yaxud da ki, yəni deyirəm ki, bəs niyə diqqətsiz yanaşır? Deyir, dərsimə diqqətsiz yanaşmıram ki, qələmlərimi düzəldirdim. Məsələn, siz uşağa tapşırırsınız ki, sən get yatdığın yeri yığışdır, hə? Gəlib görürsüz ki, o yatdığı yeri yığışdırmır da. Hə, məsəl üçün siz ona nə isə deyəndə o bəhanə uydurur. Bax bu bəhanə uydurmaq çox mənalı danışmaqdır müəllimə. Çox mənalı danışmağa bəhanə uydurmaq kimi baxın. Bu çox mənalı danışmaqdır. Amma boş adam məntiq xətasına sizə ciddi şəkildə bir problem deyirlər. Təsəvvür et, qarşıdakı adama ciddi şəkildə bir problem deyirsiniz ki, o problemin həlli ilə bağlı bəlkə də o da nəsə bir fikir yürüdür. O deyir, demək istəyirsiniz ki, belədir. İndi sənin sözündən belə çıxır ki, belədir. Və bu kimi başlayır, yəni ifadələrlə qarşı tərəfə güya fikir söyləyirmiş kimi nəsə desin də, yəni ağzı boş qalmasın deyə. Amma çox mənalı danışmaq bəhanədir, bəhanə. Qarşı tərəfin sizə uydurduğu bəhanə. Sirkulyar arqumentdəki qaytarır sizə eyni siz dediyinizi deyir. Yəni başqa heç bir fikir yoxdur ortada. Budur. Aydın oldu müəllimə? Aytac müəllimə. Müəllimə. Hə, çox mənalı danışmağa deyim ki, bəhanə uydurma. Yaxşı, Ürfani müəllimə, siz mənə deyin görün. Buyurun müəllimə. Şagird layihə işi üçün internetdən informasiya toplayarkən müxtəlif saytlardan əldə etdiyi məlumatı müqayisə edir, reklam xarakterli və etibarlı elmi maarifçi mənbələri fərqləndirir. Bu hansı kompetensiyaya aiddir? Savadlılıq. Hansı savadlığa aiddir? Şagird layihə işi üçün internetdən informasiya toplayarkən müxtəlif saytlardan əldə etdiyi məlumatı müqayisə edir, reklam xarakterli və etibarlı elmi maarifçi mənbələri fərqləndirir. Elmi də Niyə elmi olur? Niyə elmi Mənim olur? rəqəmsal deyil. Rəqəmsaldır. Hardan toplayır? Məlumatın mənbəyi haradır? İnternet. Tam internetdir sən. İnternetdən toplayır. Sonra da müxtəlif saytlardan əldə etdiyi məlumatı müqayisə edir. Eyni bir fakt haqqında müxtəlif saytlardan məlumat əldə edir, onları müqayisə edir. Reklam xarakterli və etibarlı elmi mənbələri bunları bir-birinə ayırd edir. Reklamla deməli elmi mətni bir-birinə ayırd edir. Sonra əsaslı və əsassız olan məlumatları bir-birinə ayırd edir. Bu rəqəmsal savadlılıqdır. Deməli rəqəmsal savadlılıq onlayn platformalardan bilmək. Bax məsələn müəllimin Google Classroom-dur, Quizizdir, Kahoot-dur və s. bunları təlimdə icra etməsi müəllimdən rəqəmsal savadlılıq tələb edir. Eyni zamanda şagirddən rəqəmsal savadlılıq tələb edir. Bundan əlavə rəqəmsal savadlılıq nədir? Rəqəmsal savadlılıq müəllimlər həm belə qeyd eləyək də, həm insanın hər hansı bir proqramların, imkanların bilməsi, onların parametrini bilməsi, onların təhlükəsizliyi kodudur, filandır, yəni bunları bilməsi. Məsələn, tutalım ki, email kodunuzu axtarırsınız, bərpa edirsiniz. Bu rəqəmsal savadlılıqdır. Sonra müəllimə, internetdən əgər məlumat əldə edirsinizsə, girib bunu hər hansı bir sayt vasitəsilə aldığınız informasiyanı dəqiqləşdirirsinizsə, doğrunu yanlışdan ayıra bilirsinizsə, bu da rəqəmsal savadlılıqdır. Çünki siz məlumatı nə vasitəsilə, internet vasitəsilə dəqiqləşdirirsiniz. Sonra kiməsə məktub yazmaq istəyirsinizsə, fikirləşirsiniz ki, mən bunu hansı proqramdan yazım? Telegramdan yazım, Instagramdan yazım, WhatsAppdan yazım, nə bilim hansından yazım. Yəni bu siz onu yazarkən həmin proqramın xüsusiyyətini bilərək ondan istifadə edirsiniz. Kör təbii yox. Deməli proqramın xüsusiyyətini bilin. Bax məsələn tutalım ki, böyük həcmli PDF-lər var ki, biz onu WhatsAppdan göndərə bilmirik. Amma Telegramdan bunu göndərmək olur. Yəni bu halda nə olur? Deməli rəqəmsal savadlılıq. Deməli Telegramın imkanları bilinir ki, ona görə də Telegram üzərindən göndərilir. Sonra müəllimlər başqa rəqəmsal savadlılığa başqa nə deyə bilərik? Yəni
belə deyək ki, eyni zamanda rəqəmsal vasitələr yoxdur. Onlardan məqsədyönlü istifadə etmək, yəni öz inkişafı üçün istifadə etmək də rəqəmsal savadlılıqdır. Uşaqların girib YouTube platformasında, yəni belə deyək ki, adi videolardan istifadə etməsi, əyləncə xatirə ilə həmin videolara baxmasını biz rəqəmsal savadlılıq deyə bilmərik. Rəqəmsal savadlılığı girib YouTube-dan nəyisə araşdırmaqdır, öyrənməkdir, öz savadını artırmaq üçün istifadə edirsə, biz artıq buna deyirik deməli rəqəmsal savadlılıq deyirik. Yəni öz özünü inkişaf elətdirmək üçün istifadə edir. Tutalım ki, kiminsə İraosun ölümü ilə bağlı məlumat əldə edirsiniz. Məsələn, belə deyək də, sosial şəbəkələrdə girirsiniz, onu internetdən araşdırıb dəqiqləşdirirsinizsə, bu da rəqəmsal savadlılıqdır. Yəni internet üzərində nəyi icra edirsinizsə, rəqəmsal savadlılıqdır. Hər hansı bir onlayn platformalarda nəyi icra edirsə, rəqəmsal savadlılıqdır. Müəllimin hansı ki, Quizizdir, Kahootdur, Google Classroomdur, Canva'dır, ChatGPT-dir, bunlardan istifadə etməsi və bunların imkanlarını bilməsi və dərs zamanı hansından istifadə etsə müəllimin işi üçün daha səmərəli olur, onu bilməsi, bu da rəqəmsal savadlılığa aiddir. Belə. Sonra rəqəmsal savadlılıq görürsüz budur. Bunları əhatə edir. Sonra müəllimlər deyir ki, məsələn, adam ev tikir. Ev tikmək üçün evinin çertyojunu çəkir. Çertyojunu çəkir və bunu ustaya göstərir. Usta da həmin o çertyoju oxuyur və onun əsasında evi tikir. Bu adamlar hansı kompetensiyaya sahib olurlar? Yəni riyazi elm, Texnoloji. Yox. Çertyoj çəkir. yəni riyazi elmi. Riyazi elmi yox, riyazi. Deyirik. Mən bayaq nəyə qeyd edirdim, yadımdan çıxdı. Deməli dedi ki, deməli bir adam ev tikdirir, evin çertyojunu çəkir və bunu ustaya göstərir. Usta da həmin çertyoja baxır, evi tikir. Eynisini tikir. Yəni həmin çertyojda olduğu kimi. Bu Hə, və mühəndislik kompetensiyası. hansı? Elmi riyazi mühəndislik. Təkcə riyazi kompetensiyadır. Çünki burada Yəni mən mühəndislik işi deyil o, çünki çertyoj çəkmək. yox, mühəndislik texnologiya ilə daha çox işləməkdir. Axı çertyoju oxuyur o. Bax, çertyoju, diaqramı çəkmək də riyazi kompetensiyadır və onu oxuya bilmək də riyazi kompetensiyadır müəllimlər. Onu oxuya bilmək də riyazi kompetensiyadır. Baxın, evin eni uzunu nə qədər olmalıdır, hündürlüyü nə qədər olmalıdır və s. Yəni bunları hesablayan bir adam eyni zamanda fikirləşir ki, mən necə bir çertyoj çəkməliyəm ki, yəni bu evin yəni tikən zaman məndən əlavə lazımsız xərclər tələb etməsin. Ola bilər ki, biri adam həmin evi tikir, məsələn, 2 mərtəbə ev tikir, biri çox pəncərə qoyur, biri amma normal qaydada pəncərə qoyur, hansı ki, evin çertyojunu elə demək hazırlayır, çəkir ki, yəni ondan artıq xərc tələb eləmir. Yəni bir pəncərə azdır, amma yəni bir pəncərə az da, yəni belə deyək ki, xərcə düşür də belə deyək. Yəni ona görə də yəni bunları hesablaya bilmək təkcə evin çertyoju deyil, evi yəni tikintisi zamanı gedən pullar, xərclər də buna aiddir. Riyazi savadlılıq. Deməli mühəndislik deyəndə mühəndislik daha çox müəllimə texnologiya ilə işləyə bilməkdir. Yəni budur. Yəni mühəndislik bununla bağlıdır daha çox. Sonra müəllimə Ülfani müəllimə. Deyir, ingilis dil dərsində şagirdlər yalnız dialoq əzbərləmir, həm də real məktub, e-mail, elan tərtib edir, sosial mədəni fərqləri nəzərə alırlar. Bu hansı kompetensiyadır? Mən bir də təkrar eləyin. İngilis dili dərsində şagirdlər yalnız dialoq əzbərləmir, həm də real məktub, e-mail, elan tərtib edir, sosial mədəni demək sosial mədəni nəzərə üzr istəyirəm, fikri tam sosial mədəni fərqləri nəzərə alırlar. Mən səhv gördüm yazını. Mədəni məlumatlıq mən. Yox. Yəni çox dil bilmək, Çox dil çünki ingilis dili falan Bəli. xarici aiddir. Çox dil bilmək.
Mən niyə sosial asaq orada Yox. Burada ingilis dili var, burada xarici dil var. Xarici dil varsa, başqa dil varsa bu çox dil bilməkdir müəllimə. Çox dil bilmək. Hə, onunla bağlı sizdən başqa bir kompetensiyanı soruşsa, hə, siz ona ikinci olaraq onu əlavə edə bilərsiniz. Amma burada ingilis dili varsa siz avtomatik birinci çox dil bilməyi seçirsiniz. İndi çox dil bilməklə bağlı başqa nüanslar var. Onları da qeyd edeyim. Çox dil bilmək təkcə müəllimə birinci dili bilmək deyil. Eyni zamanda dili bilib həmin belə dildə araşdırma aparmaq çox dil bilməkdir. Məsələn, tutalım ki, siz rus dili bilirsiniz. Rus dilində elə rus xalqı barədə məlumat əldə edirsinizsə, həmin xalqın dilində məlumat araşdırırsınızsa, bu da çox dil bilməkdir. Xalqın mədəniyyəti, rus xalqının mədəniyyəti haqqında araşdırma aparırsınızsa, onunla bağlı nələrsə, belə deyək ki, müzakirələr təşkil edirsə, yəni siz rus dilində edirsiniz də bunu. Bu mədəni məlumatlılıq olmur. Bu çox dil bilmək olur. Çünki siz burada dil vurğulanır. Siz Azərbaycan xalqına mənsub olduğunuz halda, sizin ana diliniz Azərbaycan dili olduğu halda, siz rus dilində danışırsınız. Bu olur çox dil bilmək. Aydın oldu? Aydın oldu, hə. Düşünmüşdüm. Mən axırda dediyiniz o sözə görə məncə onu dəyişdim məddəni. Birinci çox dil biliyi düşünmüşdüm. İngilis dil dərsi deyək. Hə. Ürfanə müəllimə, siz nə yekunlaşdıraq keçək Aytac müəllimə. Aytac müəllimə, siz deyin görə bu ChatGPT-nin özünün mənfi cəhətləri nədir? Sizdən bağlaya bilərəm. Hə, bağlaya bilərsiniz. Aytac müəllimə, ChatGPT-nin mənfi tərəfləri nələrdir? Düzdür, biz bilirik ki, özü ilə yanaşı, bax, məsəl üçün, olur da, indi xanımlar evdə, məsələn, ərzaqların adını qeyd edirlər, deyirlər ki, mən bu gün nə bişirə bilərəm, belə deyək də, bu ərzaqlarla. ChatGPT fikirləşir, bizə sadəcə olaraq nəyi göndərir müəllimə? Bizə sadəcə fikir verir, yəni fikir formalaşdırır bizdə. Amma bununla yanaşı bunun mənfi tərəfləri də var da, bu mənfi tərəflər nədir? Yəni o da yəni insan kimi deyək də, siz axırda da qeyd eləmişdiniz ki, insan da səhv edə bilər, proqram niyə səhv eləməsin, onun da özünün səhvləri var. Məsələn, özündən uydura da bilər, nəsə belə bir şeydə, elə şeylər də göstərə bilər. Yəni biz sadəcə ondan bir fikri qəbul, yəni bir məsləhət verən, yəni onun fikrinə qulaq asan bir şəxs istifadə etməliyik o proqramı. Yəni sırf onun dediklərini qəbul etməməliyik. Aha, yəni ondan sadəcə olaraq elə ki, məsələn, tutalım ki, köməkli kimi istifadə edə bilərik. Bəli, fikir sizə yol göstərən, istiqamət verən. Bəli, fikir kimi istifadə edə bilərsən. Yəni şərt deyil ki, onun dedikləri düzdür. Bəs biz nə zaman burada diqqətli olmalıyıq ki, ChatGPT-də nə zaman diqqətli olmalıyıq? Və nə zaman biz ona müraciət etməməliyik? Sırf yəni ondan asılı olmamalıyıq da. Yəni sırf onun dediyi hər şeyi yerinə yetirməməliyik. Əgər nə vaxt müraciət edə bilərik dediniz? Hə, nə zaman müraciət edə bilərik biz ona? Məsəl üçün müəllim kimi deyə bilərik ki, qiymətləndirmə aparma zamanı və ya ki, dərsi planlaşdıran zaman onu müraciət edə bilərik də. Aha, yaxşı. Müəllimə dedik ki, müraciət edə bilmərik nə zaman? O zaman ki, elmi mətnlər üzərində. O bilirik ki, o robot kimi bir şeydir də, o sadəcə fikir yürüdür. Yəni o bəzən dəqiq məlumatları o bizə deməyə bilər. Yəni hər hansı bir uydurulmuş informasiyaları bizə təlqin edə bilər. Yəni o zaman yəni biz mütləqdir ki, elmi araşdırmalar, daha dərin məlumatlar üzərində nəsə fikir toplamaq istəyiriksə, təbii ki, başqa mənbələrə müraciət etməliyik. Yaxşı müəllimə, siz deyin görək, Kahoot-la Quizizin ortaq cəhəti nə idi? Ortaq cəhət hər ikisi də oyun platformasıdır. Yəni bəli, sonra oyun məhdudiyyətindən istifadə olunur. Hər ikisində də inklüzivlikdən istifadə olunur, bayaq demişdik. Bəli, sonra hər ikisində də məsələn sual-cavab tipli bir şey istifadə etmək olardı. Yəni hər ikisində də qiymətləndirmənin aparılmasında. Bəli, sonra doğrudur, sonra nəyi dəstəkləyirdi bunlar daha çox? Qiymətləndirmədə nəyi dəstəkləyirdi? Qiymətləndirmədə yəni sonda müəllim sadəcə ümumi təkrar eləmişik. Yəni buna baxmamalıydı da. Formativ qiymətləndirmə. Yəni nəticələr necə müəllim? Formativ qiymətləndirmə. Hə. Və rəy verməni də dəstəkləyiblər. Müəllimə, hansı formada aparıla bilər? Məsələn, necə aparılırdı adətən? Biz müəllim bunu hazırlayarkən necə dizayn edirdi? Yəni hər ikisi dərsin əvvəlindən axırına qədər aparıla bilər? Bəli, müəllim. Əvvəlindən axırına qədər 1:45 dəqiqə. Yox, sırf axıra qədər yox. Müəyyən hissəsində. Müəyyən hissəsi deyəndə hansı hissələr nəzərdə tutulur? İkisi üçün də ortaq deyirsiniz? Hə, o ikisi üçün də ortaqdır. Hər ikisində də yəni qiymətləndirmə rəy vermə hissəsində. Deməli, dərsin cəlb olunma hissəsində. Hə, motivasiya cəlb olunmadı. Aha, cəlb olunmada nə səbəbə istifadə oluna bilər?
Ailənin üzrü sayın adama gəldi desək Hə. bağlı. Hə, eybi yox, eybi yox. Müəllimə, cəlb etmədə motivasiya hissəsindən nə məqsədlə istifadə olunurdu? Yəni dərsə maraqlı artırmaqdır. Yəni bu oyunlar şəklində hazırlananda uşaqların da çox diqqətini cəlb edir. Hə, cəlb etmədə biz Bir var məsələn, Hə. deməli. Hə, buyurun. Yəni onu qeyd etmək istədim ki, ənənəvidə sadəcə sual-cavab eləyirdi. Bunlar şagirdin diqqətini daha çox cəlb eləmirdi. Amma yəni cəlb eləməkdə bu oyunlar vasitəsilə istifadə edəndə uşaqlar daha yaxşı diqqətini çəkir və öyrəndikləri daha yaxşı yadında qalır. Cəlb etmə mərhələsi eyni zamanda uşaqların əvvəlki biliklərinin xatırlama səviyyəsini yoxlamaq üçün də istifadə olunur hər ikisində. Bəs müəllim hər hansı bir izahdan sonra quiz və Kahootu icra etməkdə məqsəd nə ola bilər? Öyrəndiklərini təkrarlamaq üçün daha yaxşı yadında Təkrar yox, qalır. öyrəndiklərini təkrar. Müəllim izahı sən tutalım, mən məsləhəti izah eləmişəm. 1-2 tapşırıq icra edəndən sonra uşaqlar deyirəm ki, Kahoot və yaxud da Quizizdə başlayın testləri işləməyə. Deyirəmsə, burada mənim məqsədim nədir? O məsəl üçün sizin izah elədiklərinizin onların yaddaşında nə qədər qaldığını yoxlamaq, nəyi öyrənib, nə öyrənmədiklərini yoxlamaq. Bəli, deməli uşaqların anlama səviyyəsini yoxlamaq üçün, deməli yoxlama məqsədli aparılır. Sonra müəllimə, bəs o dərsin yekununda, sonunda icra olunursa, burada hansı məqsədi güdür? Sonunda da yəni artıq yəni nə öyrəndilər? Dərsin sonunda nə məqsədlə aparılırdı? Dərsin sonunda müəllimə bayaq dedik Ürfanə müəllimə ümumi təkrar aparmaq üçün istifadə olunur. Deməli cəlb etmədə biz uşağın əvvəlki biliklərini xatırlama səviyyəsini yoxlayırıq. Müəllim hər hansı bir izah etdikdən sonra bunlardan istifadə edirsə, deməli mövzunu anlama səviyyəsini yoxlayır. Sonda istifadə olunursa ümumi təkrar məqsədinə istifadə olunur. Dedik ki, hər ikisi formativ qiymətləndirməni, müəllimin rəy verməsini dəstəkləyir. Yəni Kahootda hansı iş formalarından istifadə oluna bilər müəllimə? Qruplarla iş olar, cütlərlə olar. Cütlərlə yox, qruplarla. Bütün siniflərdə olar. Yəni fərdi, daha doğrusu desək fərdi. Burada qeyd olunduğu kimi fərdi, qruplar və bir də necə edə bilərik onu? Evə də verə bilərik Kahootu. Uşaqlar evdə də gedib bunu icra edə bilərlər. Yaxşı müəllimə. Necə? Bəlkə də icra eləmək olar. Mən hal-hazırda eləməmişəm düzü. Mən o proqramın elə də bütün deyim ki, elementlərini bilirəm, yox. Yəni icra eləsəm mən onu bilə bilərəm də. Yəni amma kitaba əsasən öyrənirik ki, burada fərdi də ola bilər. Bax məsəl üçün siz bütün siniflə onu niyə icra edəsiniz ki? Müəllim bunu icra etməklə eyni zamanda uşaqların bütün sinif olaraq səviyyəsini müəyyən eləyir. Bəs müəllimə hansı platforma vasitəsilə müəllim illik planda dəyişiklik yapara bilər? Növbəti uşaq baxa bilər ki, uşaqlar bu mövzunu zəif bilirlər. Burada boşluqlar var və növbəti dərs planında dəyişiklik eləyə bilər. Quizizdə müəllim. Quizizdə, bəli. Hansı onlayn təhsil proqramıdır ki, burada siniflər yaradılırdı və 3 mərhələli sistemdən ibarət idi. O birinci var deyə Google Classroom. Hə. 3 mərhələli proses deyəndə nə nəzərdə tutulurdu? Material idi, sonra tapşırıq idi. Üçüncüdə də quiz idi, yaxşı. Materialda nələri yerləşdirir? Burada slaydlar idi, mətn, video, link izahlar falan bunlar daxil idi. Tapşırıq hissəsində də yazılı və praktik tapşırıqlar daxil idi. Üçüncüdə də yəni qısa testlərdən və variantlı testlərdən də istifadə oluna bilərdi. Müəllimə, yaxşı. Siz deyin görək, Google Classroom əsas idarəçisi kimdir bəs bunun? Bütün bu proqramların əsas idarəçisi kimdir? Müəllim, şagird, bir də tədris məzmunu var deyən. Əsas idarə edən kimdir bu prosesi? Əsasda müəllim. Müəllim idarə edir prosesi. Yaxşı müəllimə, siz mənə deyin görüm. Bu Google Classroom formativ qiymətləndirmə və rəy verməni dəstəkləyir? Bəli müəllim. Aha, dəstəkləmiş olur. Yaxşı müəllimə, siz deyin görüm, hansı iş formalarından istifadə etmək olar? Yəni ümumiyyətlə bu iş formalarından məsələn onlayn platformada istifadə etməkdə məqsəd nədir sizcə? Məsələn deyək ki, qrup şəklində. İstifadə etməkdə məqsəd nədir? Məsələn, qrup şəklində istifadə olunursa məqsəd nədir? Qrup işində məqsəd nə idi müəllimə? Bir dənə bu tərəfini yada salın, ondan sonrası gələcək. Yəni hər kəsin fikrini öyrənməkdədir.
Bilmirəm, yadımdan çıxmır. Qrup işində nə var idi? Əməkdaşlıq idi, bir-birinə ünsiyyət idi. Hə, qrup işi qaydalarına əsasən, yəni müzakirə prosesinin təşkili idi. Yəni uşaqlar əvvəllər məsələn canlı ünsiyyətdə olurdularsa, indi isə onlayn platforma vasitəsilə bir-birlərinə, yəni bir komanda şəklində, yəni komanda işi, komanda olmaq səriştəsi uşaqlarda formalaşdırılır. Yəni istər həm Quizzes olsun, həm Kahoot olsun, həm bu deyək ki, Google Classroom olsun, bunlar hər biri bunu dəstəkləyir. Və eyni zamanda Canvadan, deməli layihə işi zamanı istifadə olunurdu və layihə işi zamanı istifadə olunan zamanda, yəni bu da onu göstərir ki, o da qrup işini dəstəkləyə bilir. Yəni ki, layihə işi qrup formasında aparıla da bilirik. Yaxşı müəllimə. Dedik, Google Classroom-da hansı iş formalarından istifadə olunur? Qruplarla. Qruplarla, sonra Cütlərlə dolu. Fərdi. fərdi daha çox, fərdi aparılır ki, müəllimə nə lazımdır? Müəllim avtomatik. Bir də müəllimə Google Classroom-un əsas müsbət cəhətlərindən biri nədən ibarət olmuş ola bilər? Yox, daha doğrusu bu Quizzes-də filandır, yəni o hissəyə toxunacaq. Bu Google Classroom-un çıxışı olduğu proqramlar hansılardır? Hə, siz artıq bizə həmişə linkini Google Meet idi, Aha. sonra Docs idi, Dirvey-də bunlar hamı telefonlarda. Bəli, Drive-da hər hansı bir linki ata bilərsiniz, linki saxlaya bilərsiniz. Ola bilər Drive-da hər hansı bir məsələn deyək ki, məsələn Google Form testləri orada da aça bilərsiniz. Sonra PDF-ləri orada da aça bilərsiniz. Docs-da da deməli PDF aça bilərsiniz. Slide hissəsində müəllimin yerləşdirdiyi slayd ola bilər ki, o platforma vasitəsilə slaydı aça bilərsiniz. Daha sonra Forms yenə də Google Quiz-lərdir. Yəni onun vasitəsilə də həmin quizləri aça bilərsiniz. Meet vasitəsilə də canlı ünsiyyətə keçə bilərsiniz. Yəni bütün bu proqramları və s. bunları dəstəkləyir. Yəni onlara inteqrasiya etmiş olur. Sonra müəllimə dedik ki, bu proqramların imkanını dəstəkləyir. Deməli, Google Classroom təlimdə fərdiləşməni, yəni differensiallaşmanı dəstəkləyir yoxsa yox? Fərdiləşməni məncə dəstəkləyirəm. Sizcə dəstəkləyir. Necə dəstəkləyir? Çünki fərdi dedi, istifadə etmək olardı, ona görə dedim. Bundan əlavə və qrup şəklində olanda necə həyata keçirilə bilər ki, şagirdlərə differensial yanaşma özünü göstərmiş olsun? Qrup şəklində məsəl üçün platformada onlayn. Uşaqları onlayn platformada siz qruplara ayırırsınız. Bir məsəl fikirlərini dinləmək olar. Aha. Sonra müəllimə uşaqları zəif və yaxud da güclü olan uşaqlar qrupuna ayıra bilərsiniz. Siz bunu sinifdə etsəniz, istər-istəməz, yəni bu uşaqlarda mütləq ruh düşkünlüyü yarada bilər. Amma Google Classroom-da bunu etsəz, uşaqlar bir qrupa toplanacaqlar və nəticə etibarilə oxu bacarığı zəif olan uşaqlara, onlara görə material təqdim edəcəksiniz. Yəni differensial yanaşma bunun o tərəfindədir ki, müəllimə, siz onlara əgər qiymətləndirmə, test tapşırığı versəz də, yüksək, məsələn deyək ki, yaxşı oxuyan uşaq səviyyəsində verməyəcəksiniz. Sizin məqsədiniz odur ki, o uşaqlar da bu gün öyrənsinlər. Məsələn, tutalım ki, digər uşaqlara isimlə bağlı praktik tapşırıq verirsinizsə, bu uşaqlara bir qədər belə deyək, xatırlamaq yönümlü ola bilər və yaxud da sadə praktik tapşırıqlar verə bilərsiniz ki, bu uşaqlar da öhdəsindən gəlsinlər və prosesdə inamını itirməsinlər. Yəni tədris prosesi üçün öz inamlarını itirməsinlər. Aydın olur fikrim. Yəni ki, müəllim, yəni Google Classroom-un differensial tərəfi ondan ibarətdir ki, müəllim onlara material təqdim edərkən və test tapşırığı təqdim edərkən uşaqların səviyyəsini nəzərə alır. Ona görə də, yəni differensial yanaşma burada özünü göstərmiş olur. Sonra Müəllim, həmişə qəbul müəllim-şagird əlaqələri daha çox düşür. Bu yeniliklər var da, görürsən bu bunlardan daha çox düşər. Bir sual da olsa düşə bilər müəllimə. Amma bu da situativ olacaq. Gözləməyin ki, əzbərçi sual düşəcək. Ona görə də bizim bu dərsi daha dərindən öyrənməkdə məqsədimiz odur ki, bunun bütün elementlərini bilək ki, situasiyada tapa bilək də, rahat olsun bizə. Daha yəni adam girinci qalmasın ki, bu nədir, nə idi? Məsələn, biz Google Classroom-da olsun, hər hamısı formativ qiymətləndirməni yəni dəstəkləyir. Bu onların ümumi xüsusiyyəti. Amma bunların özünə aid olan xüsusiyyətləri də var axı. Məsələn, sizə situasiya versə ki, şagirdlər onlayn platformada, məsələn, sinif olaraq, məsələn, Azərbaycan dili qrupunda, 5-ci sinif Azərbaycan dili qrupu deyək ki, burada müəllim şagirdləri qruplara ayıraraq, onların səviyyəsinə uyğun tapşırıqlar verir. Nə bilim, filankəs tapşırığı icra edən zaman nə oldu? O zaman sizdən iki şey tələb edə bilər. Və yaxud da ki, situasiyanı oxuyanda siz əgər həmin platformanın xüsusiyyətlərini bilirsinizsə, avtomatik biləcəksiniz Google Classroom-dan söhbət gedir. Avtomatik biləcəksiniz ki, Quizzes-dən söhbət gedir. Yəni bax bu şəkildə. Yəni situasiyanı belə, yəni müəyyən edirsiniz. Yaxşı müəllimə, siz əvvəldən sual cavab eləyin. Deyir ki, məktəbdə layihə çərçivəsində şagirdlər məktəb kitabxanasında yeni güşə yaratmaq ideyası irəli sürür, büdcə planı hazırlayır, sponsor və dəstək imkanlarını araşdırır, iş qrafiki üzrə həyata keçirirlər. Bu hansı kompetensiyaya aiddir müəllimə bu situasiya?
Müəllim, təslim də deyə bilərsən. Məktəbdə layihə çərçivəsində şagirdlər məktəb kitabxanasında yeni guşə yaratmaq ideyası irəli sürür, şagirdlər irəli sürürlər. Büdcə planı hazırlayırlar. Yəni fikirləşirlər ki, bu layihəni icra etməkdən ötəri bizə nə qədər pul lazımdır, nələrə nə qədər xərc gedəcək və sponsor və dəstək imkanlarını araşdırır, iş qrafiki üzrə həyata keçirirlər. Bu hansı Müəllim, o kompetensiya? həmişə məsəl üçün pul falan var idi, maliyyə savadçılığı idi. İndi o hansını da onu bilmirəm. Deyəsən dəyişiklik olub kompetisiyalarda. Kompetisiyalar keçirilir də sizə demək bacarıqlar düşmür, səriştələr düşmür. Hansı olacaq? Sahibkarlıq müəllimə, sahibkarlıq. Büdcənin idarə olunmasıdır. Məsələn, bir yerdə işə sahibkarlıqda müəllimə tək insandan söhbət getmir. Sizin sosial mühitdəki insanlarla davranışınızda. Məsələn, tutalım ki, tutalım iş yeri açdınız. Orada işçilərlə söhbət eləməkdir, işçiləri özünə tabe edə bilməkdir. Onlar üçün məsələn deyirsiniz ki, səhər saat 10-da iş məsələn vaxtıdır, axşam saat 6-da iş vaxtı bitir. Yəni onlar həmin o qrafik üzrə hərəkət edirlərsə, ondan kənara çıxmayaraq, deməli siz başqaları üçün dəyər yaratmısınız, iş dəyəri yaratmısınız. Günorta saat neçədə məsələn yemək vaxtıdır, yemək fasiləsinə çıxa bilərlər. Onlar hansı iş rejimində işləyə bilərlər. Sonra məsələn işdə tutalım ki, gələn gəliri mədaxil məxaric etməkdir, işçilərin maaşını verməkdir. Tutalım məsələn götürdüyünüz yerin yer pulusunu verməkdir. Bunların hamısını bölüşdürə bilmək və özünüzə müəyyən qədər büdcə saxlaya bilməkdir. Sabah işinizin yeniliyi aparmaqdan ötəri hər hansı bir reklam edə bilməkdir. Sizlə eyni zamanda o işlə məşğul ola bilən insanlar var. Bax gələcəkdə inşallah müəllim hazırlığı ilə məşğul ola bilərsiniz və yaxud da abituriyent hazırlığı ilə məşğul ola bilərsiniz və fikirləşə bilərsiniz ki, necə edim ki, mən başqa müəllimlərdən fərqlənib və işinizdə yenilik edə bilməkdə sahibkarlıqdır. Yəni siz deməli işinizi çox sevirsiniz, bu işlə məşğul olursunuz, işdə yenilik edirsiniz, bu sahibkarlıqdır. Sonra müəllimə deyək ki, məsələn, tutalım müəllim kimi işə qəbul olmusunuz inşallah gələn bu vaxtı. İşinizdə yenilik eləyirsiniz. Elə eləyirsiniz ki, siz seçilirsiniz. Məsələn, müasir təlim proqramına əsasən dərs keçirirsiniz, uşaqlarla oyunlar keçirirsiniz. Bu iş sizin işinizdə etdiyiniz yenilikdir. Üstəlik də sizdən tələb olunan nələrsə, jurnal yazmaqdır və s. bunları icra etmək özü də yerli yerində, zamanında, doğru şəkildə icra edə bilmək sahibkarlıqdır. Sonra deyək ki, məsələn, siz tort bişirirsiniz, məsələn, satırsınız da, bunu insanlara satırsınız da ki, sizdən alsınlar bu tortu. Deməli, siz burada insanlarla ünsiyyətdəsiniz və bu zaman siz bütün tort bişirənlərin fəaliyyətini izləyirsiniz və görürsünüz ki, onlar necə yenilik eləyirlər ki, bir başqası gedir o digərindən daha çox məsələn tort sifariş verir, ondan alır, daha çox şirniyyat sifarişi verir. Odur ki, müəllimə o adam işində yenilik eləyir. Və insanlarla ola bilər ki, onun ünsiyyəti də yaxşıdır. Bu da var. Yəni sahibkarlıq insanları idarə edə bilməkdir. Məsələn, sinifdə girirsiniz, əvvəlcədən qayda qanun qoymusunuz. Uşaqlar ilin əvvəlindən sonuna qədər eyni qayda qanunla gedirlərsə, bilin ki, işinizin sahibisiniz. İşinizi idarə edə bilirsiniz. Yox, müəllim qayda qoyur, şagirdlər bildiyini eləyirsə, deməli burada müəllimdə sahibkarlıq kompetensiyası yoxdur. Sahibkarlıq budur. Sahibkarlıqda idarə etmək kimi bir qüvvə var, bir enerji var. Sonra müəllimə deyirik ki, deməli müəllim Bəxtiyar Vahabzadənin deməli Bəxtiyar Vahabzadənin deyək ki, onun yaradıcılıq gecəsini keçirir. Bu hansı kompetensiyanı formalaşdırmış olur şagirdlərdə? Ədəbiyyatla bağlıdır. Mədəni məlumatlılıq. Mədəni məlumatlılıq. Dil və ədəbiyyatla bağlıdırsa mədəni məlumatlılıqdır. İndi bax bu tərəfində deyim. Əgər siz Novruz bayramı bizim milli bayramımızdır, onunla bağlı tədbir keçirirsinizsə, bu fəal vətəndaşlıq mövqeyidir. Bunu dövlət səviyyəsində, məktəb səviyyəsində qeyd edirsinizsə, fəal vətəndaşlıq mövqeyidir. Və yaxud da Novruz bayramı adət-ənənələrini icra edirsinizsə, bu mədəni məlumatlılıqdır. Çünki bu bizim mədəniyyətimizə daxil olan amildir birbaşa. Bu mədəni məlumatlılıqdır. Sonra deyirəm ki, məsələn, müəllim sinifə daxil olarkən belə əvvəlcədən belə qayda qoyub ki, hər dərsin əvvəlində bir şəhid haqqında məlumat verməyi tələb edib şagirdlərə. Hərəsində məsələn deyir ki, filan şəhid barədə hamı oxusun, məlumatlı olsun və hər dərsdə bir şagirdi qaldırır, soruşur. Hamıya öyrədir, amma bir şagirddən soruşur da, dərsin çox da vaxtını almamaq məqsədilə. Və bu zaman müəllim şagirdə hansı kompetensiyanı formalaşdırmış olur müəllimə? Bu da fəal vətəndaşlıq. Fəal vətəndaşlıq mövqeyini formalaşdırmış olur. Belə, müəllimə, testdə hər hansı bir probleminiz var? Təzə mövzunu işləmişdim, mən 2 dənə sualım var. Hə, sualınız var. Bir dəqiqə mən testi gətirəm. Bu deyil. Təzə mövzuda. Səhifə neçədir? Müəllimə. Bəli. 5-ci sualda mən oxuyub bir dənə deyim, görün düzmü deyirəm. Sadəcə hansına aid olduğunu bilmək istəyirəm. Müəllim mövzunun izahı üçün vizual cəhətdən zəngin slaydlar hazırlayır. Dərsin sonunda isə şagirdlərin qrup olaraq poster və qrafik tərtib etməyə tapşırır. Bu Canva-ya aiddir, müəllimə. Odur, hə.
Hə, mən düz bilmirsən. Yəni yanlışa yanlış deyib bilirəm. Yəni sadəcə hansına aid olduğunu da bilmək istədim ona görə. Hə, yaxşı elədiniz. Mən yerini açım. Hə, Mən tapdım. sualı Hə. Başa düşmüsüz əsas? Müəllimə başa düşmüşəm, narahat olmayın. Hə. İnşallah biraz da təkrar etəndə lap şeydir. Səsinizə də qulaq atmışam. Mhm. Biraz hesab eləyin. İşdən gəlmişəm, yemək yeməmişəm. Aha. Siz hesab edin. Yaxşı. Siz çıxmaq istəyirsinizsə çıxa bilərsiniz. Aytac müəllimə, siz deyin Çox sualı. Siz sualı 5 müəllim. 5-də. 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 Hə, cədvəl sualı. Cədvələ əsasən uyğunluq gözlənilmişdir. Deyir ki, müəllim mövzunun izahı üçün vizual cəhətdən zəngin slayd demək hazırlayır. Dərsin sonunda isə şagirdlərə qrup işi olaraq poster və inoqrafik tərtib etməyi tapşırır. Rəqəmsal cədvələ əsasən uyğunluq deyil gözlənilmişdir. Hə, quizizdir də. Quiziz burada yanlışdır müəllimə. Quizizlə hazırlanmır, axı Canva ilə hazırlanır. Ona görə də yəni burada bir düzdür. Sonra dərsin əvvəlində müəllim əvvəlki mövzu ilə bağlı qısa yarışma təşkil edir. Suallar lövhədə ardıcıl göstərilir. Şagirdlər fərdi şəkildə cavab verir. Deməli, sonra isə nəticələr əsasında müəllim adlandırmanı müəyyənləşdirir. Müəllimə, burada kaxotda idi də ümumi şəkildə sual lövhədə gedirdi və uşaqlar girirdilər tətbiq vasitəsilə cavablandırırdılar. Bu kaxot idi. Sonra bu doğrudur. Görürsüz, doğruya doğrudur müəllimə. Sonra müəllim mövzu üzrə qısa onlayn yoxlama keçirir. Şagirdlər sualları öz sürətinə uyğun cavab verir. Nəticələr isə dərhal təhlil edilərək növbəti dərs planlaşdırılmasında istifadə. Növbəti dərsdə planlaşdırmada müəllim dəyişiklik eləyirdi hansında bayaq cavab verdiniz müəllimə. Planlaşma olan quiz. Hə, quizizdir. Görürsüz burada Canva yazır. O düz deyil. 3 ilə olanları çıxırsınız deməli. Yerdə qalır nə? 2. Amma bir düz idi də. Yəni müəllim mövzu üzrə materialları əvvəlcədən sinif üçün yerləşdirir. Dərs zamanı isə hansı şagirdin tapşırığı tamamlayıb tamamlamadığını yoxlayaraq ehtiyacı olanlara əlavə izahlar göndərirdi. Bu da Google Classroom-dur da, amma burada yanlış yazıb. Bu düz deyil. Uyğun deyil aha. Doğru yazsaydı uyğun olacaqdı. Cavab 1 2-dir. Sonra maraqlı testlərdir. Sonra 9 müəllim. bir də 9. 9 bu tərəfdədir. Müəllim yeni mövzunun izahından sonra şagirdlərin diqqətini zəiflədiyini və mövzunun nə dərəcədə mənimsədiyini dərs ərzində operativ şəkildə müəyyənləşdirməkdə çətinlik çəkdiyini müşahidə edir. Müəllim dərsinin gedişini pozmadan həm şagirdin fəallığını artırmaq, həm də dərhal məlumat əldə etmək istəyir. Müəllim problemi həll etmək üçün hansı addımı atsa daha məqsədə uyğundur. Deməli, deyir ki, dərsin sonunda Canva platformasında hazırlanmış vizual təqdimatı şagirdlərə paylayaraq mövzunu estetik baxımdan daha cəlbedici formada tətbiq edir. Bu dizayndır da müəllimə, dizayn. Axı Canva dizayn proqramıdır, yəni məlumat vermə proqramı deyil. Ona görə də A variantı səhvdir. Biz ola bilər ki, ötürdüyümüz məlumata hər hansı bir elə bir fərqli dizayn verək ki, bu uşaqlar üçün oxumağı maraqlı etsin də, belə deyək. Dərsdən sonra Google Classroom üzərində mövzu ilə bağlı geniş yazılı tapşırıq verərək şagirdin anlayış səviyyəsini, qiymətləndirir. Bu qalsın, görək. Dərs zamanı kaxot üzərində qısa, interaktiv suallar təqdim edərək şagirdlərin dərhal iştirakını təmin edir və cavab nəticələrini real vaxtda müşahidə edir. Bəli, idarə etmə buradaydı. Baxın, burada deyir ki, müəllim dərsin gedişini pozmadan həm şagirdlərin fəallığını artırmaq, həm də dərhal məlumat əldə etmək istəyir. Və bu zaman kaxot üzərində qısa interaktiv suallar təqdim edərək bax, neynir müəllim burada situasiyanı başa düşək. Müəllim yeni mövzunun izahından sonra şagirdlərin diqqətini zəiflədiyini və mövzunun nə dərəcədə mənimsədiyini dərs ərzində operativ şəkildə müəyyənləşdirməkdə çətinlik çəkdiyini müşahidə edir və görür ki, uşaqların dərsə marağı get-gedə azalır, dinlədikcə bunlar yorulurlar və müəllim istəyir ki, prosesi daha da canlı etsin. Canlı etməkdən ötəri oyun proqramı hansı idi müəllimə? Kaxot. Bunların bir neçəsindən, bax, Kaxot keçdi, Google Classroom keçdi, Quizzes keçdi. Bunlardan oyun platforması olan Kaxotdur. Müəllim dərsdə oyun platformasından istifadə edir. Kaxotdan istifadə edir. Sonra müəllim dərsin gedişini pozmadan həm şagirdin fəallığını artırmaq, həm də dərhal məlumat əldə etmək istəyir. Deməli, müəllim dedik ki, Kaxotdan 3 mərhələli prosesdə istifadə cəlb etmədə, müəllimin izahından sonra və dərsin keçununda. Müəllim burada izahdan sonra şagirdlərə Kaxotu verirsə, deməli, müəllimin məqsədi şagirdlərin anlama səviyyəsini yoxlamaqdır. Ola bilər şagirdlər pasiv görünsə də, amma bəlkə daha yaxşı anlayıblar bunu. Müəllim bunu dərsin gedişinə heç bir zərər yetirmədən deyir ki, uşaqlar, gəlin, indi bəzi sualları, tapşırıqları Kaxot vasitəsilə cavablandıraq. Və uşaqlar maraqlı gəlir ki, axı telefondan, planşetdən istifadə edəcəklər. Və bu zaman uşaqlar
müəllim dərsin gedişinə zərər vermədən həmin mövzu ətrafında belə deyək ki, əyləncəli də deməyək də, yəni ki, proqramın əyləncəli imkanlarından istifadə edərək mövzu ətrafında sual hazırlayır, verir şagirdə. C variantı bizə deyir ki, müəllimə və deyir ki, orada deyir, bu deyir ki, dərsin gedişini pozmadan həm şagirdin fəallığını artırmaq, həm də dərhal məlumat əldə etmək. Uşaqların verdiyi cavaba əsasən müəllim onların səviyyəsi barədə dərhal məlumat edir. Dərs bitməmiş müəllimə, izahdan sonra müəllim əgər kahotu icra edirsə, dərs bitməmiş şagirdin səviyyəsi barədə dərhal məlumat alır. Dərhal məlumat alır və dərsin gedişi zamanı tez yəni həmin problemi həll etməyə səy göstərir. İndi bizə də C variantı deyir ki, dərs zamanı kahot üzərində qısa interaktiv suallar təqdim edərək şagirdlərin dərhal iştirakını təmin edir və cavab nəticələrini real vaxtda müşahidə edir. Bəli, elə dərs prosesində də uşaqların cavablarını müşahidə eləyir və müşahidə eləyirsə problem yaranıbsa, yenə də o problemin həlli üçün və yaxud da əlavə izahlar verir şagirdlərə. D variantı bizə deyir ki, mövzu bitdikdən sonra quiz vasitəsilə ev tapşırığı formatında test göndərərək nəticələri təhlil edir. Yox, bizdə burada situasiyada deyir ki, dərsin gedişinə mane olmadan. Artıq quizdə burada belə çıxır ki, dərs bitib. Amma bizə dərsin gedişini bitirmədən lazımdır. Mövzuya dair sualların nəticəsini ChatGPT vasitəsilə hazırlayır, dərsin sonunda şifahi şəkildə səsləndirir. Xeyr. Burada şagirdlərin anlama səviyyəsini yoxlamaq üçün istifadə olunur və burada şagirdə hazır material ötürmək yox, şagirdlərin hazırki bilik səviyyəsini yoxlamaq üçün istifadə olunur. Yəni budur. Ona görə də cavab C bəndidir. Aydın oldu Aytaç müəllimə? Bəli. Sonra Yoxdur, mən baxmışdım o birislərinizin başqa. hə, aydın oldu da sizə, hə? Qaranlıq məqam yoxdur ki. Hə, Xeyr, yaxşı. Yaxşı. Sağ olun Aytaç müəllimə. Sağ olun, müəllim. Sağ olun, sağ olun.